Salam. 5 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın tarix üzrə C variantının cavabları. 31-ci suala baxırıq. 1, 2, 3, 4 verib. 1 Lənkəran, 2 Qarabağ, 3 Şəki, 4 Şamaxı. 1, 3, yəni Şəki ilə Lənkəran ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. Bəli, bu doğrudur. 1831-ci ildə Lənkəranda, 1838-ci ildə Şəkidə Çar Rusiyasına qarşı, Çar müstəmləkə siyasətinə qarşı üsyan olmuşdu. Bir doğrudur. 1-2-yə baxırıq. 19-cu əsrin 20-ci illərində təşkil edilmişdir. Yəni Qarabağla Lənkəran, bu da doğru fikirdir. 3-4-ə baxırıq. 3 və 4, yəni Şəki və Şamaxı Kürəkçay müqaviləsini imzalamışdı. Kürəkçay müqaviləsini imzalayan Şəki olmuşdu, amma Şamaxı xanlığı buna bənzər müqavilə imzaladığından bunu da götürmürük. 2 və 4 müəyyən müddət Dərbənd quberniyasının tərkibində olmuşdur. Bu da Qarabağ xanlığı, yəni 2 Qarabağdır, 4 də Şamaxıdır. Qarabağdakı Dərbənd quberniyasının tərkibində olmamışdır deyə bunu da götürmürük. Cavabımız 1 və 2 variantımız D variantı. 32-ci suala baxırıq. 19-cu əsrin 90-cı illərin əvvəlləri Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından Sovet Sosialist sözünün götürülməsi bu 90-cı illərə aid olmadığından bunu götürmürük. Yəni uyğunluğu istəyir bizdən. 21-ci yüzilliyin ilk 10 ili, yəni 2007-ci ildə bütün çadır şəhərciklərinin ləğv edilməsi, bəli, bu doğru variant olduğu üçün 2-ni götürürük. Baxırıq indi 3-ə. 21-ci yüzilliyin 10-cu illər, yəni 2010-cu illərdə Qarabağ Dirçəliş Fondunun yaradılması xeyr, bu uyğun deyil. Çünki 2021-ci ildə də Qarabağ Dirçəliş Fondu, bunu da götürmürük cavab kimi. 21-ci yüzilliyin 20-ci illər, yəni 2020-ci illərdən sonra 22-ci ildə bəli, Şuşa şəhərində Dünya Azərbaycanlarının 5-ci qurultayının keçirilməsi. Cavabımız olacaq 2 və 4 C variantı. Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. Mehranilər sülaləsi 630-dan 705-ci ilə qədər hakimiyyətdə olub. Yəni qeyd edirik 600, 630, 30, 705. 630-dan 705-ci ilə qədər hakimiyyətdə olub. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyan baş verib. Bəli, 643-cü ildə üsyan baş verib ərəblərə qarşı. Bunu götürə bilərik cavab kimi. Elə cavabımız da A variantıdır. İndi digər variantlara baxaq. 3-cü Mömin Vaçaqanın xristianlığı yaymağa başlaması. Biz bilirik ki, 3-cü Mömin Vaçaqan Mehranilərə aid, sülaləyə aid deyil, Arşakilər sülaləsinə aiddir deyə bunu da götürmürük. Babəkin Xürrəmlər hərəkatına rəhbərlik etməyə başlaması 816-cı ildən. Yəni artıq burada Mehranilər yox idi. 705-ə qədər hakimiyyətdə olmuşdu. Bunu da götürmürük. Maniçilik təliminin yayılması, bu da 3-cü əsr aid olduğuna, Sasanilər dövrünə aid olduğundan bunu da götürmürük. 3-cü əsrə aiddir, Arşakilərə aiddir. Amid döyüşünün baş verməsi 359-cu ildə, bu da 4-cü əsrə aid olduğundan, yəni 630-705 aralığında düşmədiyindən, bu da Arşakilər sülaləsinə aid olduğundan, bunu da dövrünə aid olduğundan götürmürük. Ona görə cavabımız A variantı.